Herkese salam. Mən Səbinə Sultanova, tarix müəllimiyəm. Bugün sizinlə birlikdə qədim dövr Albaniyasına birlikdə səyahət edəcəyik. Dərsə başlamadan öncə qeyd etmək istəyirəm ki, ilk dərsimiz olan qədim dövr Azərbaycan tarixinə səyahət dərsimiz kanaldadır və keçid edib həmin dərsi də izləyə bilərsiniz. Orada biz alt paleolit dövründən son tunc, dəmir dövrünə qədər olan dövrləri ələ almışıq. Qeydlərinizi götürə bilərsiniz. Bundan başqa aşağıda Instagram səhifəm görünür. Instagramdan məni izləyə bilərsiniz. Orada daha aktiv və günlük olaraq tarix haqqında məlumatlar paylaşıram. Və son olaraq sizə belə bir sualım var. Qədim Albaniyadan öncə Azərbaycan tarixindən hansı dövlət və bu dövlət qurumlarını tanıyırsınız? Öz bildiklərinizi şərhlərdə mütləq qeyd edin. Biz isə keçək Albaniyanın tarixinə. Eramızdan əvvəl 4-cü əsrin sonlarından başlayaraq Azərbaycan şimalında yaşayan tayfalar bir ad altında, yəni Alban tayfaları kimi birləşdilər və bu dövrdən başlayaraq Azərbaycan şimalında bizim ilk dövlətimiz yarandı. Albaniya dövləti 1000 ildən artıq bir dövrdə, eramızdan əvvəl 4-cü əsrin sonlarından ta bizim eramızın 705-ci ilinə qədər öz mövcudluğunu qoruyub saxlaya bilmişdir. Həm quldarlıq dövründə, həm də feodalizm dövründə mövcud olmuşdu. Azərbaycanın qədim dövlətçilik ənənələrinin öyrənilməsi baxımından Albaniya dövlətinin tarixinin öyrənilməsi olduqca vacibdir, önəmlidir bizim üçün. Eyni zamanda Albaniya dövləti Azərbaycanın şimalında yaranan ilk mərkəzləşdirilmiş dövlət hesab olunur. Albaniya dövləti əhalisinin sayına, ərazisinə və yaşayış məntəqələrinin sayına görə Qafqazda ən böyük dövlətidir. Hökümdarlar şəhərləri karvan yolları üzərində saldırırdılar və onları qala divarları ilə əhatə edirdilər. Bizim eranın 1-ci əsrində yaşamış Romalı alim Böyük Plini Albaniyanın paytaxtının Kabalaka, yəni Qəbələ olduğunu qeyd etmişdi. Strabon isə Albaniyanın paytaxtı olan Qəbələdən başqa Ayniana və Anariaka şəhərlərində qeyd etmişdi. 2-ci əsrdə yaşamış Yunan coğrafiyaçısı olan Claudius Ptolomey isə Albaniyada 29 şəhərin olduğunu yazmışdı və onların arasında Qəbələ, Şamaxı, Alban çayı hövzəsində isə Albana şəhərinin adını qeyd etmişdi. Xəritədə də gördüyünüz kimi Albaniyanın şimal-qərbində Kambisena vilayəti, şimal-şərqində Çola vilayəti yerləşirdi. Ölkənin cənubunda Kaspiyana vilayəti isə Albaniyanın Atropatena arasında sərhəd idi. Bu dərsimizdə bir neçə dənə fərqli xəritələrdən istifadə edəcəm ki, hansı sizə uyğundursa ondan yararlanasınız. Alban əhalisi əkinçilik, maldarlıq və balıqçılıqla məşğul olurdu. Əkinçilik deyəndə biz taxıl məhsullarından arpa və buğdan deyə bilərik, becərilirdi. Bundan başqa bostançılıq, üzümcülük və bağçılıqla da məşğul olurdular. Maldarlıq deyəndə Albaniyanın qərbində Borçalı və Göyçə yaylaqlarında heyvandarlığın inkişafı üçün otlaqlar zəngin olmuşdu. Atçılıq, dəvəçilik geniş yayılmışdı. Qarabağ bölgəsində parlaq rəngli xüsusi cins atlar yetişdirilirdi. At və dəvədən karvan ticarətində geniş istifadə olunurdu. Balıqçılıq deyəndə isə Albaniyanın şərqində Xəzər dənizi sahillərində duz mədənləri bol idi. Burada yaşayan Kaspillər əsasən balıqçılıqla məşğul olurdular. Onlar dənizdən şişburun adlı balıqları tuturdular. Onları dəvələrlə Ekbatana aparırdılar. Balıqların piyindən, məlhəm içalatından isə yapışqan hazırlanırdı. Bundan başqa məşğuliyyət deyəndə biz sənətkarlığı da nəzərdə tuta bilərik ki, sənətkarlıqda biz xalçaçılığı misal göstərə bilərik. Xalça və kilim qonşu ölkələrə ixrac olunurdu. Yun, pambıq, kətan istehsalı artırılmışdır. Mingəçevir Beyləqan ərazisində arxeoloji qazıntılar zamanı xalça toxumaq üçün lazım olan alətlər, cəhrə, iyi və xana tapılmışdı. Duluzçular kiremit, kərpic, qab və fiqurlar hazırlayırdılar. Kiremitdən evlərin damlarını örtmək üçün istifadə olunurdu. Kərpicdən hörgüdə istifadə olunurdu. Metallardan isə müxtəlif bəzək əşyaları hazırlanırdı.
Eramızın ilk əsrlərindən etibarən Albaniyada şüşə istehsal edilməyə başladı. Su dəyirmanlarından istifadə olunmağa başladı. Bundan başqa arxeoloji qazıntılar zamanı Albaniyaya aid olan möhürlər və yerli pullar, hökmdarların zərb etdirdiyi yerli pullar tapılmışdır. Eramızdan əvvəl 4-3-cü əsrin əvvəllərində Albaniyada başqa ölkələrdən gətirilən pullardan istifadə olunurdu. Ən qədim pullar da Makedoniyalı İskəndərin adına kəsilmiş pullar hesab olunur. Artıq 3-cü əsrin birinci yarısından isə Albaniyanın hökmdarları öz adlarına pullar zərb etdirməyə başladılar. Bu pullar da Makedoniyalı İskəndərin adına zərb olunan pullara bənzəyirdilər. Albaniyada ticarətdə puldan geniş istifadə olunması Şamaxı, Qəbələ, Bərdə və Ağsuda tapılmış pul dəfnələri ilə sübut olunur. Eramızdan əvvəl 1-ci əsrin ikinci yarısında biz artıq Yadelilərin Albaniyaya hücumlarını görürük. Bu dövrdə Roma dövləti Kiçik Asiyanın çox hissəsini ələ keçirmişdi və şərqə yürüşlərə başlayır. Əsas məqsəd də Qaradənizlə Hindistanı birləşdirən ticarət yolunu ələ keçirmək idi və bu ticarət yoluna nəzarət etmək idi. Buna görə də eramızdan əvvəl 66-cı ildə Roma sərkərdəsi Pompey Cənubi Qafqaza yürüş edir. Bu zaman Albaniya hökmdarı Oroys idi və Pompey Kür çayı sahilində düşərgə salanda Oroys onun ölkənin içərilərinə daxil olmasını, irəliləməsini istəmirdi. Bunlar arasında Kür çayı sahilində bir döyüş baş verir. Albanlar cəsarətlə vuruşsalar belə Romalılara məğlub olurlar. Pompey də Albanların ciddi müqavimətini görüb Oroysla saziş bağlayır və İberiyaya doğru hərəkət edir. Lakin Alban qüvvələri yenidən cəmləşirlər və Oroysun qardaşı Kozisin başçılığı ilə Roma ordusunun arxasınca irəliləyirlər. Və eramızdan əvvəl 65-ci ildə onlar arasında Qanıq çayı sahilində bir döyüş daha baş verir. Bu döyüşdə də Kozis ölümcül yaralanır. Pompey isə hərbi hiylə işlədərək qalib gəlir. Bu döyüşdə Alban ordusu 60 minlik piyada və 12 minlik süvarilərdən ibarət idi. Qanıq çayı sahilində olan döyüşdən sonra Pompey ordusu ilə bir neçə gün istirahət etdilər və yenidən Albaniyanın içərilərinə doğru yürüşə başladılar. Xəzər sahilinə çıxmağa çalışırdılar. Lakin Oroys buna mane olur. Onlar partisan müharibəsini genişləndirdilər. Nəticədə Pompey sülh bağlamağa məcbur olur. O Oroysu öz düşərgəsinə gəlməyi tələb edir. Lakin Oroys onunla görüşməyi rədd edib məktub və hədiyyələr göndərir və beləliklə onlar arasında sülh bağlanır. Eramızdan əvvəl 36-cı ildə isə Antoni şərqə yürüşə başlayır. O öz sərkərdəsi Kanidini qoşun ilə Cənubi Qafqaza göndərir. Kanidi İber hökmdarına qalib gəlir, ona öz müttəfiqinə çevirir və Albaniyaya hücum edir. Bu ağır döyüşdə Albaniya hökmdarı Zober Kanidiyə məğlub olaraq İberi hökmdarı kimi Romaya sadiq qalacağına və müttəfiq kimi hərəkət edəcəyinə söz verir. Bütün bunlardan başqa bizim eranın 1-3-cü əsrlərində alanlar da Azərbaycana, Albaniyaya, Atropatenaya, Qarətçi yürüşlər edirlər. Burada alanların əsas məqsədi də qənimət əldə etməkdir. Ən böyük yürüşləri də bizim eranın 72-74-cü illərində olmuşdu. Bu yürüş zamanı alanlar Albaniyadan keçib Atropatenanı idarə edən Parfiya canişininin qüvvələrini məğlubiyyətə uğratdılar. Ölkəni qarət edib böyük qənimətlə geri qayıtdılar. Alanların Azərbaycana yürüşlərini onlara məxsus olan Mingəçevir və Qəbələdə aşkar edilən katakomba qəbirləri də sübut edir. Gəlin indi Atropatena ilə Albaniyanın oxşar və fərqli cəhətlərinə baxaq və özünüz üçün qeyd etsəniz yaxşı olar. Əvvəlcə oxşar cəhətlərindən danışaq. Hər ikisi İskəndərin imperiyasının dağılmasından sonra yaranmışdı. Hər ikisi həm Atropatena, həm Albaniya türk mənşəli olmuşdular, quldar monarxiya dövlətləri olmuşdular, hökmdar tərəfindən idarə olunurdular. Hər ikisinin ərazisində Kaspi, Kadusi və Sak, İskit tayfaları yaşamışdır. Romanın hərbi yürüşünə məruz qalmışdılar. Parfiyaya qarşı Roma ilə yaxınlaşmışdılar. Ona meyl etmiş, diplomatik əlaqələr saxlamışdılar. Bir müddət hər ikisi Arşakilər sülaləsinin hakimiyyəti altına düşmüşdür.
Təsərrüfatın bəzi sahələrində qul əməyindən istifadə olunmuşdu. Hər iki dövlət də elin Yunan mədəniyyətinin təsirinə məruz qalmışdı. Əhalisi Yunan yazısı ilə tanış olmuşdu. Tikintidə kiremitdən istifadə olunmuşdu. Yunan tanrılarına sitayiş olunmuşdu. İndi isə gəlin fərqli cəhətlərinə baxaq. Atropatena ilə Albaniyanın tarixi üçün fərqli olan cəhətləri hansılardır? Atropatena Araz çayının cənubunda, Albaniya isə şimalında yaranmışdır. Albaniyada xristianlıq geniş təbliğ olunmuşdu. Yalnız Atropatena Selevkilər dövlətindən asılı vəziyyətə düşmüşdü. Romalılar Albanları dəfələrlə məğlub etsə də, Atropatena Fraspa döyüşündə Romalılara qalib gələ bilmişdi. Cənubdan Parfiya, qərbdən Romanın, daha sonra isə Sasanilər və Ərəb xilafətinin təzyiqlərinə baxmayaraq Alban hökmdarlarının səyi nəticəsində Albaniya dövlətçiliyi uzun müddət özünü qoruyub saxlamağa nail olmuşdu, 1000 ildən artıq. Yalnız Albaniya həm quldarlıq, həm feodalizm dövrü mövcud olmuşdur. Albaniyada yerli yazı növü olmuşdur. Müxtəlif yazı sistemlərindən istifadə olunmuşdu. Latın, Aromey əlifbasından da istifadə olunmuşdu. Atropatenanı Parfiya, Albaniya isə Ərəb xilafəti süquta uğratmışdı. İndi isə gəlin biraz mövzumuz haqqında sual-cavab edək. İlk sualımız, Albaniyanın vilayətlərindən hansılarını tanıyırsınız? İkinci sualımız, alanların yürüyüşləri haqqında nə deyə bilərsiniz? Üçüncü sualımız, hansı Alban hökmdarlarını tanıyırsan? Alban əhalisinin məşğuliyyəti haqqında nə bilirsən? Albaniya ilə Atropatena arasındakı 3 oxşar cəhəti sadala. Albaniyanın şəhərlərindən hansılarını tanıyırsan? Eramızdan əvvəl 66, eramızdan əvvəl 65 və eramızdan əvvəl 36-cı illərdə baş verən döyüşlərin ortaq cəhətləri nələrdir? Bu haqqda nələr bilirsən? Albaniya ilə Atropatena arasındakı ən azı 3 fərqli cəhəti sadala. Beləliklə, qədim dövr Albaniyasına səyahət video dərsimizin birinci hissəsinin sonuna gəlib çatdıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Tezliklə kanalda ikinci hissəsi də yayımlanacaq. Hissə paylaşdım ki, siz izləyəndə sıxılmayasınız. Bundan başqa rəy bölməsində suallarınızı, hansı dərslərdə, mövzularda dərslərin gəlməsini istədiyinizi də qeyd edə bilərsiniz.